Deməli, hazıra Saatlıdayıq, gördüyünüz kimi. Yəni, Saatlı ilə bağlı fikirlərin nədir, qardaşım? Mən burada böyümüşəm, mən burada doğulmuşam. Burada doğulduğum üçün fəxr edirəm. Nə gözəl ki, burada yaşamışam, burada qidalanmışam, buranın torpağından bəhrələnmişik. Bugün bu vəziyyətə gəlib çıxmağımızın əsas səbəblərindən biri buradakı o durumumuz ki var idi, mənə motivasiya verirdi ki, Çətinliklər. bəli, ki sən uğurlar olmalıdır, addım atmalısan və mən o şeyə Allaha şükür ki, nail olmağa çalışmışam və bundan da böyük hədəflərimiz var. Gedəndə Bakıya ilə gedmişdin? Elektrika ilə, Bəli. düzdürmü? İndi Saatlıya gələndə Qalinvagenlə gəl. Yəni, həqiqətən çox güclü motivasiyadır. Əlbəttə.